Dəyərli qrup üzvləri, bu günləri inşallah MİQ qrupunda ümumi sual-cavab eləyəcəm, hər birinizlə ayrı-ayrılıqda. Nərmin xanım, başlayaq sizlə. Buyurun ben. Nərmin xanım, Günəş, Yer, ayın hərəkətinə hiss etdirən cihaz hansıdır? Telluri. Vizual təhlil zamanı xəritədə hansı xüsusiyyətləri müəyyən etmək olur? Fiziki ümumi xüsusiyyətlərdə məsələn ərazinin çay şəbəkəsini müəyyən eləmək olar, relyef Aha, xüsusiyyətlərini müəyyən eləmək olar, düzdür. sonra süxurları Bitki müəyyən eləmək heyvanlar olar, aləmini, iqlim bitki heyvanları, xüsusiyyətlərini və bəli. s. Quba Xaçmaz İqtisadi rayonunun sənaye xəritəsini vizual təhlil edərkən hansı təsvir üsulundan istifadə olunur? Kartodiaqram üsulunu. Tamamilə doğrudur. İqtisadi coğrafi rayonlarda olan inzibati rayonların sayını diaqramın hansı növü ilə verirlər? Hansı diaqram vasitəsilə verirlər? İqtisadi rayonlarda olan inzibati rayonlar, səhv eləmirəmsə sütunlu diaqram idi. Sütunlu diaqram nə idi? Cəmiyyətləri müqayisə etmək Kart- üçün. Hə, Aha, pambıq təmizləmə zavodlarıdır, meyvə konserv sənayesidir, şəkər istehsalı kimi ilkin emal müəssisələri daha çox hansı mənbələrə yaxın yerləşdirilir? Xanbala yaxın yerləşir. Aqrar sənaye kompleksinin olduğu mərkəzlər daha çox necə rayonlarda yerləşdirilir? Kənd təsərrüfatı rayonları. Tamamilə doğrudur. Alüminium istehsal edən müəssisələr daha çox hansı ərazilərdə yerləşdirilir? Eləyir. Anamorfoz xəritələr nə əsasında hazırlanır? Riyazi statistikasiyasında göstərilir. Tamamilə doğrudur. Şimal dənizinin cənubu Meksika körfəz sahillərində enmə yoxsa qalxma müşahidə olunur? Enmə. Enmə Polderlər müşahidə var hətta olunur. Niderland sahillərində. Tamamilə doğrudur. Bəs Skandinaviya dağları nəyə məruz qalır? Qalxmaya məruz qalır. Səhv eləmirəmsə ildə 1 sm qalxırdı. İslandiyada istehsal olunan enerjinin 20%-dən çoxu nə? Geotermal. Dünyada hansı ərazilərdə buzlaq elektrik stansiyaları fəaliyyət göstərir? Buzlaq? Bəli, buzlaq elektrik stansiyaları. Paytaxtı Nuuk şəhəri. Mənası yaşıl torpaq. Danimarkanın mülkü. Bəli, Qrenlandiyada. Yaxşı, qar örtüyünün sürətlə əriməsi daha çox hansı iqlim qurşağında baş verir? Antarktida ərazilərində. Hansı iqlim qurşaqlarında qar örtüyünün əriməsi? Həmin belə deyək, Lamiyə müəllimə siz cavab verin. Mülayim iqlim qurşağında. Mülayim iqlim qurşağında daha çox baş verəcək. Çünki mülayim iqlim qurşağında, mülayim iqlim qurşağından üzr istəyirəm, öz mənbəyini götürən obdu, yemsəydi, bunlar hamısı nə ilə qidalanır? Yağış qar suları ilə. Yaxşı, uzun müddətli yağışların yağması hansı iqlim tipində daha çox baş verəcək? Uzun müddətli yağışların yağması. Ekvatorial iqlimdə. Sonra Amma bir də mülayim dənizdə var. Mussonda da, musson iqlimində uzun müddətli yağışların yağması müşahidə olunur. Azərbaycanda hansı 3 çayda daha çox sel hadisələri baş verir? Keş çayı, Şin çayı. Bir də Kürmük çayı. Nigar xanımla davam eləyək. Dünyanın torpaq fonduna yer kürəsinin hansı iki ərazinin çıxmaq şərti ilə bütün quru sahələr daxildir? Antarktida və Qrenlandiyanın çıxmaq şərti ilə. Tamamilə doğrudur. İsraildə yerləşən səhranın adı nə idi? Arava səhrası. Arava səhrası. Dünyada ən çox meşə materialları ixrac edən 3 ölkə. Norveç, İsveç, Venezuela. Kanada, Rusiya, ABŞ. Meşə materialları. Kanada, Rusiya sahələrinə də fikir verin. Kanada, Rusiya, ABŞ. Yaxşı, hocam. Deyin görək, inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə hər 1000 kub metr, belə deyək, oduncaqdan nə qədər kağız və karton alınır? İnkişaf etmişlərdə səhv etmirəmsə 20 idi. İnkişaf etməkdə olan ölkələrdə 200. Aha. İnkişaf etməkdə olan ölkələrdə 13 ton. 13 ton. Bu küləklər ölkəmizdə neft mədənlərinə ziyan vurur. Şimaldan şimal-şərqdən əsir, bəli. Xəzr küləyi yayda və qışda temperatur necə dəyişir? Yayda və qışda soğudur müəllim. Bəs gilavar? Gilavar istidir. Bir növ bunları hansı hava kütlələrinə bənzədirik? Xəzrini ölkəmizdə daxil olan arktik küləklərə belə.
Gilavan və tropik. Gilavatsa Orta tropik Asiya hava. kütlələri yadınızda saxlayın. Yayda ölkəmizə daxil olanda temperatur artırır, qışda azaldır. Aydındır? Bəli. Şimali Avropadan hansı ölkədir ki, Ural dil ailəsinə aiddir? Finlandiya. Hansı dil qrupuna? Finiqor. Finiqora, Finlandlar sonra hansı ölkələrə aiddir? Finiston, Macar. Estoniya və Macarıstan. Tamamilə doğrudur. Bəs hansı xalqlar İran dil qrupuna aiddir? İran dil qrupuna Tacik, Əfqan, İranlılar. Taciklərdir, Əfqanlardır, Farslardır, Kürdlərdir, Talışlardır. Yaxşı. Yaxşı. Bəli. Şimali Afrika ölkələri hansı dil ailəsinə aiddir? Afro-Asiya və ya Sami Hami. Tamamilə doğru. Mərkəzi Afrika ölkələri daha çox hansı dil ailəsinə Niger, aiddir? Kordofan. Niger, Aha. Kordofan dil Bəs qrupu. Cənubi Afrika ölkələri hansı dil ailəsinə aiddir? Cənubi Afrika deməli orada Bushmen və Koytendotlar Khoisan dil ailəsidir. Bir də German dil Carda. qrupu da var. Bəli, German, yəni Hind-Avropa dil ailəsi də var. Bir də Caran elə bir hissəsi düşür Niger, Kordofana yuxarı hissələr. Bəs Çeçenlər, Ləzgilər, Avarlar Qafqaz dil ailəsinin hansı dil qrupuna aiddirlər? Qafqaz, Çeçen, Ləzgi, Avar, Qafqaz dil ailəsinin Nax, Kartvel. Yox, Nax Dağıstan. Dağıstan, bəli. Kartvelə Kartvelə gürcülər. hansılara aid idi? Gürcülər idi mənim. Tamamilə doğrudur. Əmək ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri var. Əmək ehtiyatlarının kəmiyyət göstəricilərinə nələr aiddir? Kəmiyyət göstəriciləri məsələn təhsil ola bilər, sağlamlıq ola bilər. Bu keyfiyyət olar. Siz Kəmiyyət. Kəmiyyətdə yaşı ola bilər, cinsi ola bilər. Yəni say göstəricilərdə mən belə Əmək deyim. qabiliyyətli əhalinin sayıdır, yaş və cins tərkibidir. Keyfiyyət göstəricilərinə Sağlamlıqdır, təhsildir. fiziki iş qabiliyyətidir və s. Məsələn, dünyanın bəzi ölkələrində işə götürənlərin normativləri var, normativ qaydaları var. Nə bilim, 15 dəfə çəkinməlidir, 50 dəfə jim vurmalıdır. Bunları ödəyə bilirsə işə götürürlər. Keyfiyyət göstəricilərinə. İnkişaf etmiş ölkələr bilirsiniz ki, insanların keyfiyyət göstəricilərinə daha çox sərmayə yatırırlar ki, o da necə adlanır? İnsan kapitalına sərmayə sərf eləmirəmsə. Friksion və struktur işsizlik bəzən necə adlanır? Təbii işsizlikdir, mən bütün Təbii ölkələrdə işsizlik rastlamışam. adlanır. Təşəkkür edirəm Lamiyə müəllimi ilə davam edirik. Lamiyə müəllimə. Hansı iqtisadi coğrafi rayonlarımızda əhalinin milli tərkibi yekcinsdir? Yeşkinsdir, Dağlıq Şirvanda yeşkinsdir, Mərkəzi Aranda yeşkinsdir. Ondan sonra Qazax, Gəncə Qazaxda yeşkinsdir. Gəncə Daşkəsəndə Qazaxda Gəncə olur. Aha. Daşkəsəndə Qazaxda yeşkinsdir. Rəngarəng olanlarda deyim. Bəli. Yox, qoy Quba deyim Xaçın- oradan bir dəqiqə. Naxçıvandır, Mərkəzi Arandır, Şirvan Salyandır, Milmuğandır, Gəncə Daşkəsəndir, Qazax Tovuzdur, Dağlıq Şirvandır. Bunlar da yekcinsdir. Aha. Bəs rəngarəng olanlar? Abşeron da rəngarəngdir. Ondan sonra Bakıda rəngarəng, Abşeron xızı da rəngarəngdir, Bakıda rəngarəngdir. Ondan sonra Quba Xaçmazda rəngarəngdir. Ondan sonra Şərqi Zəngəzurda rəngarəngdir. Bir də Zaqatala Zaqatalalar heç fiziki coğrafiyadır. Şəki Zaqatalada. Zaqatalada Rəngarəngdir. rəngarəngdir. Bir də biraz da Lənkəranda var da, orada Talışlarda Lənkəranda da, əlbəttə. Yaxşı müəllim, Şəki Zaqatalada Qafqaz dil ailəsinə aid olan hansı xalqlar yaşayır? Ləzgilər, avarlar, çeçenlər. Ləzgilər, avarlar, çeçen yox, ləzgilər, avarlar var. Ləzgilərdir, avarlardır, saxurlardır, inqloylardır, udinlərdir. Bunlar hamısı Şəki Zaqatalada yaşayırlar. Bəs Lənkəran Astara iqtisadi coğrafi rayonunun hansı azsaylı xalqlar yaşayır? Burada dedik ki, müəllim, Qafqaz ailəsinin Nax Dağıstan qrupuna aid olan Talışlar, yox, Talışlar bayaqlarım dedikdə müəllim İran dil qrupuna mənsub idi. Şudur. İran dil qrupuna aid olan Talışlar. Talışlar hansı rayonlarda yaşayırlar? Talışlar, səhv eləmirəmsə, Lənkəranda da var, Astarada da var. Bircə orada səhv eləmirəmsə Yardımlıda yox idi də. Masallıda da var. Masallıda da var. Masallıdır, Lənkərandır, Astaradır, Lerikdir. Bunların hamısında Talışlar var. Amma Yardımlı ilə Cəlilabadda Talış yoxdur. Yaxşı? Yox. Bəs Quba Xaçmaz iqtisadi coğrafi rayonunda hansı azsaylı xalqlar yaşayır?
Quba Xaçmazda yaşayacaqdı. Müəllim ilə ləzgilər, dağ ləzgilərini birinci misal çəkə bilərik. Ləzgilərdir, tatarlardır, qırımlardır, Avarlardır, bəli, dağ bunlar çoxdur. yəhudiləridir, xınalıqlılardır, buduqlardır. Aydındır. Qızlardır. Yaxşı. Bəs yerli kürdlər və ermənilər harda yaşayır? Onlar Zəngəzur iqtisadi coğrafi rayonu. Müəllim, hansı üç iqtisadi coğrafi rayonumuzda qadınların sayı kişilərin sayından çoxdur? Biri Dağlıq Daş Şirvanda olmalıdır, səhv eləmirəmsə. Kişilərin sayı qadınlardan çox deyilsə, yoxsa qadınların sayı? Qadınların sayı kişilərin sayından çoxdur. Qadınların sayı kişilərin sayından çox olan biri Dağlıq Şirvan idi. Bir də səhv eləmirəmsə Lənkərandaydı. Aha, tamam. Dağlıq Şirvandır, Quba Xaçmazdır, Lənkəran Astaradır. Yaxşı. Ölkəmizdə ümumi əhalinin tərkibində qadınların sayı çoxdur, kişilərin sayı. Çıxa bilərsiniz. Bizdə qadınlar Xanım, çoxdur. buyurun. Necə? Qadınlar çoxdur. Amma Qadınların doğulan sayı uşaqların çoxdur. içərisində oğlan uşaqların sayı çoxdur. Müəllim, ümumi əhalinin tərkibində qadınların sayı kişilərin sayından çoxdur. Bəs əmək qabiliyyətli əhalinin sayının tərkibində? Əmək qabiliyyətli əhalinin sayının tərkibində də yenə də Kişilərin sayı qadınların sayından çox. Deməli, ümumi əhalinin tərkibində qadınlar kişilərdən çoxdur, əmək qabiliyyətli əhalinin tərkibində kişilər qadınlardan çoxdur. Yaxşı müəllim, bu ada vulkanik adadır. Sakit okeanda yerləşir. Adada hündürlüyü 5-12 metrə çatan nəhəng qaya abidələri var. 95-ci ildən də UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilmişdir. Söhbət Pasxa adası hansı ölkəyə məxsusdur? Pasxa adası Çiliyə mənsubdur. Aha. İstehsala cəlb edilən xammal müəyyən emal mərhələsindən keçdikdən sonra nəyə çevrilir? İqtisadi ehtiyata çevrilir. İqtisadi ehtiyat. Yanacaq və elektrik enerjisi ilə birlikdə sənaye məhsulunun istehsalına çəkilən xərclər arasında xam malın maliyyə dəyəri təxminən neçə faiz olacaq? 75% keçməməlidir. Afərin. Xam malın çox hissəsi inkişaf etmiş ölkələrdədir, yoxsa inkişafda olan ölkələrdədir? Xam malın çoxusu inkişaf etməkdə olanlardadır. Təşəkkür edirəm müəllimə. Rüxsarə müəllimə ilə davam eləyək. Bəli, müəllim. Rüxsarə müəllimə, ölkələrin hər hansı bir məhsul üzrə ixtisaslaşması üçün vacib olan şərtlər hansılardır? Məhsulun bir məhsul üzrə ixtisaslaşmasını deyirsiniz? Bəli, bəli. İxtisaslaşma üçün birinci uzun müddətli şərait olmalıdır. Şərait lazımdır. Daxili tələbatı ödəməlidir. Sonra satış xarakterli daşımalıdır. Bəli. Deməli, satış məqsədi digər ərazilərə nisbətən ucuz başa gəlməlidir. Məhsulun istehsalı üçün uzun müddətli şərait olmalıdır. Yaxşı, istehsalın iri müəssisələrdə cəmlənməsi necə adlanır? Konteynerləşmə. Təmərküzləşmə. Təmərküzləşmə, bəli. İstehsal müəssisələri kiçik ərazidə cəmlənirsə, bu necə adlanır? Ərazi üzrə təmərküzləşmə. Yaxşı. Sonra istehsal obyektlərinin kiçik ərazidə cəmlənməsi daha çox ölkəmizdə hansı rayonda baş verir, hansı ərazidadır? Təmərküzləşmə. Təmərküzləşmə ən çox Bakıdadır deməli. Bakıda. Bunun da qarşısını almaq üçün nə iş görürlər? Regionların sosial-iqtisadi inkişaf proqramını tərtib edirlər. Hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqə necə adlanır? Kooperativləşmə. Kooperativləşmə. Aha, kooperasiya əlaqələri daha çox hansı sahədə Ən çox üzrə? maşın, Belə ki, metallurgiya, məsələn, Gəncə avtomobil zavoduna daha çox ehtiyat hissələr, avtomobil hissələrini gətirirlər, yəni orada hazır şəkildə texnoloji cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin kompakt ərazidə, bir ərazidə cəmlənməsi necə adlanır? təmərküzləşmə müəllim. Kombinələşmə. Aha, xam malı ardıcıl olaraq tam emal edən, bir-birinə xidmət edən, bir-birinin tullantılarını təkrar emal etmə prosesi necə adlanır? Kombinat. Kombinatlarda hansı proseslər gedirdi metallurgiya kombinatlarında? Dəmirdən nə alınırdı? Çuğun. Çuğun. Daha sonra polad əridilirdi. Sonra isə brokat. Aydındır. Alternativ seçim ölkəmizdə daha çox hansı iqtisadi coğrafi rayonda tətbiq edilirdi? Naxçıvan müəllim. Yaxşı. Balıq ovu üçün xüsusi avadanlıqlarla təchiz edilmiş gəmilər necə gəmilərdir? Xüsusi balıq avadanlıqları falan olur. Kimdiyə?
Kim Yəni bilir? trailerlər deyildi. Trawler gəmiləri. Aydındır. Rüxsarə müəllimə, son sual. Dünya okeanında ən cavan suxurlar hansı hissələrdədir? Dünya okeanında. Əsas o divergent zonalarda Orta Okean silsilələrində. Tamamilə doğrudur. Tamamilə doğrudur. Keçdik Nərmin müəllimiyə. Nərmin müəllimə. Buyurun. Təkrar çıxın qoşulun gözləyirəm. Eşidirsiniz? Bəli, bəli. Qənnadı, çörək, makaron, süd pendir, ət məhsulları və meyvə tərəvəz bu kimi məhsullar daha çox harda yerləşdirilir? Tələbat rayonlarına yaxın yerləşdirir, amma meyvə tərəvəz konserva zavodları daha çox xammal mənbələrində Aha, yaxın bunlar yerləşdirilir. nəyə görə istehlakçıya yaxın yerləşdirilir sizcə? Daşınması çətindir. Çünki tez xarab olan Xarab məhsullar olan var. məhsullardır. Aha. Bəs mebel müəssisələrinin daşınması çətin olduğu üçün harda yerləşdirilir? Bu da istehlakçıya yaxın Həm yerləşdirilir. istehlakçıya, həm də nəqliyyat yollarına yaxın yerləşdirilir. Bu cümləyə diqqət edin. Bax, qeyd qrupumuza da atacağam mən buna. Qeyd olunur ki, mebel müəssisələrinin daşınması çətin olduğu üçün həm nəqliyyat yollarına, həm də istehlakçıya yaxın yerləşdirilir. Amma gec xarab olan yeyinti məhsulları, tərkibində filiz az olan xam mallarsa xam mal mənbələrinə yaxın yerləşdirilir. Məsələn, un üyütmədir, şərabçılıqdır, şəkər istehsalıdır, ağır əlvan metal istehsalıdır. Aydındır. Post sənaye ölkəsində əhalinin çox hissəsi neçənci sektorlarda çalışır? 3-cü sektorda 3 və 4. 3 və 4-cü. İtaliyanın şimalı, Almaniyanın cənubu hansı regiona aid hesab Yüksək olunur? inkişaf etmiş regionlar. Ölkəmizdə əsas sənaye qovşaqları hansılardır? Sənaye qovşaqları, deməli Bakı Sumqayıt, Şirvansalyan, sənaye qovşaqları, Bakı Sumqayıt, Şirvansalyan, Mingəçevir, Yevlax, bir də Gəncə, Daşkəsən olmalı idi. Dünyada çöl zonaları mövcuddur, düzdür? Şimal yarımkürəsində məsələn hansı, ümumiyyətlə hansı materiklərdə çöl zonaları var? Deməli, Şimali Amerikada var, prairie deyirlər, Avrasiyada var, step deyirlər, sonra Cənubi Amerikada var, pampa deyirlər. Bakıda da var. Düzdür. Şimali Amerikada prairie deyirlər. Prairie daha çox hansı iqlim qurşağındadır? Mülayim və subtropik. Mülayim və subtropik. Cənubi Amerikada pampalar. Subtropikin bərabər rütubət. Subtropikin bərabər rütubətlisi. Rusiyada da həmçinin də mülayim iqlim qurşağında qismən də subtropikdə də var. Mənə deyin görək, Şimali Amerikada hansı ölkələrdə? Çöllər, Hı. Kanada, ABŞ, bu ölkələrdə geniş yayılıbdır. Aha, Cənubi Amerikada. Argentinada, biraz da Uruguayda var. Aha. Avrasiyada. Rusiya, Qazaxıstan, Ukrayna. Daha Yaxşı. çox bunlar. Mənə de görüm, şimal materiklərində çöl zonası hansı torpaqlar, cənub materiklərində çöl zonası hansı torpaqlar? Şimal materiklərində qara torpaqlardır, cənub materikində qırmızı qara torpaqlardır. Ay, Cənub sağ ol. Amerikada. Mənə de görüm hələ mülayim iqlim qurşağı mülayim dənizində hansı təbii zona torpaq tipi, mülayim kontinentalında hansı təbii zona torpaq tipi, kəskin kontinentalında hansı təbii zona torpaq tipi? Deməli, mülayim dənizdə yarpaqlı meşələrdir, qəhvəyi torpaqlardır. Qəhvə yox, qırmızı qonur. Qəhvəyi, Aralıq dənizi, dod yarpaqlı. Sonra mülayim kontinentalda yenə də qarışıq enli yarpaqlı meşələr, biraz da tayqa var. Burada artıq qonur torpaqlar və tayqanın podzolu. Mülayim kəskin kontinentala gələndə tayqa və podzol torpaqlardır yenə də. Tayqanı bəzən necə adlandırırıq? İynə yarpaqlı meşələr. İynə yarpaqlı. Yaxşı, Nərmin xanım, deyin görək, hansı amillər zonal yoxsa azonal daxili qüvvələrin təsiri ilə yaranır və coğrafi enlikdən asılı deyil? Yəni ekvatordan qütblərə doğru dəyişmir. Azonal. Azonal amillər. Bəs zonal amillərə stat çəkə bilərsən? 1-2 dənə. Deməli, zonal amillərə biz bitki və heyvanlar aləmini, sonra iqlimni, yağıntını, sonra günəş radiasiyasını misal çəkə bilərik. Azonal amillərə isə yeraltı suları, suxurları, relyefi nümunə gətirə bilərik. Yaxşı.
Ölkəmizdə Böyük Qafqaz təbii vilayətində ətəkdən zirvəyə doğru hansı landşaft tipləri yayılıb? Ətəkdən zirvəyə yarımsəhra quru çöl, sonra qalxdıq yuxarı dağ çölləri, quru çöllər, dağ çölləri, sonra qalxırıq dağ meşəsi, subalp, alp çəmənlikləri, subnival, nival. Tamamilə doğrudur, tamamilə doğrudur. Bəs Böyük Qafqazın şimal-şərqində ətəkdən zirvəyə doğru hansı iqlim tipləri 4 dənə? Şimal-şərqində yarımsəhra quru çöldür, sonra gəldik, yağıntıları bərabər paylanan mülayim isti iqlimdir, qışı qıraq keçən soyuq iqlimdir, dağ tundradır. Yaxşı, Avropada 10 ölkənin arasından axan çay, Dunay, 10 ölkədən hansı 2 inkişaf etmiş ölkənin arasından keçir? Avstriyadan keçir, bir də Almaniyadan başlayır. Mənsəbi deltada estuaridir. Delta, Hansı işıqlanma qurşağından axır? mülayim işıqlanma qurşağı. Hansı iqlim qurşaqlarından axır? Deməli, mülayim iqlim qurşağıdır, Всё. biraz da tutruq. Yo, Mülayim ne var? Volqa çayı Mənsəbi deltada estuaridir. Delta. Tranzit çaydı yoxsa yox? Yox, tranzit deyil. Axımı tənzimlənibdir. Bəli, Rıbınsk sonbarı var üstündə. Hı. Samara da var. Salyun və İrabadi çayları hansı okean hövzəsinə aiddirlər? Hind okeanına. Hansı dənizə tökülürlər? Andaman dənizi. Andaman dənizi daxili kənar adalar arası. Andaman kənar dənizi olur. Kənar dəniz isə Hind okeanından hansı adalara aiddir? Nikobar adaları. Bir də Andaman adaları. Hansı ölkəyə aiddir? Myanma olmalıydı. Kim deyər? Andaman adaları, Nikobar adaları hansı ölkəyə aiddir? Hə, adalar aiddir, hə. Hindistana. Andaman adaları Hindistan. Hindistan. Hindistanın paytaxtı hansı şəhərdir? New Delhi. Hansı işıqlanma qurşağında yerləşir? Mülayim işıqlanma qurşağı. Hindistanda hansı dağlar var? Qədim. Şərqi və qərbi Qaf dağları. Hansı dağ əmələ gəlmə mərhələsində? Baykal dağı əmələ gəlmə. Baykaldan əvvəlki. Sarput. Baykaldan əvvəlki. Hindistan platforması hansı litosfer tavasının tərkibindən gəlir? Hansı litosfer tavasının? Gondwana tərkib hissəsi olub. Hind-Avstraliya litosfer tavasının. Hind Avstraliya. Aha, Amudərya, Sırdərya çaylarının töküldüyü dəniz. Aral dənizi. Aral dənizinə tökülürsə, eroziya bahisi Dünya qənsəbəsindən yuxarıdadır, aşağıdadır. Yuxarıdadır. Amudərya və Sırdərya çayları hansı dağlardan başlayır? Amudərya Pamir dağlarından başlayır. Sırdərya Tianşan dağlarından başlayır. Yaxşı. Sırdərya Qazaxıstan ərazisində tökülür. Amudərya isə aşağıdan gəlir Özbəkistan. Amudərya hansı 4 ölkədən keçir? Tətü, Tacikistan, Əfqanistan, Türkmənistan, Özbəkistan. Tacikistan, Əfqanistan, Türkmənistan, Özbəkistan. Sırdərya? Qırğızistan, Özbəkistan, Qazaxıstan. Türkiyə ərazisindən başlayan çaylar neçə hövzəyə aid edilir? Həm Atlantik okeanına, həm Hind okeanına daxildir. Həm Bir də də daxili daxili aparıcı aparıcı hövzə. Məsələn, Türkiyə ərazisindən başlayan hansı iki çay Hind okean hövzəsinə tökülür? Dəclə Fərat. Fərat çayı üzərində hansı su anbarları var? Atatürk Keban. Fərat çayı ilə Dəclə çayının eroziya bahisi hansı ölkənin arasında yerləşir? İraq, Şərq Ərəb adı ilə İraqda tökülür. Aha, İran körfəzinə tökülürlər. Akkumulyativ düzənlik yaradılar. Hansı düzənlikdir? Mesopotamiya ovalığında. Hansı qədim xalqlar yaşayıb burada? Şumerlər. Tamamilə doğrudur. Yaxşı, təşəkkür eləyirəm. Sizdən sonra deyəsən Lamiyə müəllimə idi. Lamiyə müəllimə, Bəli, müəllim. Ob çayı hansı ovalığın yaranmasında qismən də olsa iştirak eləyir? Qərbi Sibir ovalığını. Qərbi Ob çayının mənsəbi deltada estuaridir. Var idi, Ob quvası yaradır. Ob quvası. Hansı dənizə tökülür? Ob quvası Qara dənizinə. Qara dənizinə. Ob quvasının qərbində və şərqində hansı yarımadalar yerləşir? Qərbində belə deyək də Yamaldır. Bir də Yamalla Taymır. Qıdan. Dansk da var, bəli. Bəli. Yaxşı müəllimə, mənə deyin görək, Türk dünyası ölkələrindən hansı muxtar respublikası həm Laptevlər dənizinə, həm də Şərqi Sibir dənizinə çıxır? Bu ilə Taymır Muxtar mahallında yerləşən Taymırdır da. Saxa-Yakutiya deyə bilmərik. Bəli. Saxa-Yakutiyanın arasından axan çay hansıdır?
Saxa Yakutiyanın donmayan çaydır. Adı indi 40 adı nədir o? İndi 40 Lena çay deyə bilmərik. Nəhəng çay. Bu indi Lena bir də olar, amma Lena çayla. Müəllim, mənə deyin görək, Asiyanın ucqar şimal nöqtəsinin yerləşdiyi yarımadada yerləşən buzlaq mənşəli göl. Taymır Gölü. Taymır gölü. Yaxşı müəllimə, mənə deyin görək, hansı çaydır ki, Qərbi Sibir ovalığı ilə Orta Sibir yaylası arasından axır? Qərbi Sibirlə Orta Sibir yaylası arasında bu Yeniseydir. Yeniseyin qolları. Demək, Yeniseyin qolları Anqaradır, Tunguskadır. Ankara çayı hardan başlayır? Ankara çayı Baykaldan başlayır da səhv Baykal eləmirəmsə. gölündən başlayır. Tamamilə doğrudur. Müəllimə, mənə deyin görək, Şimal dənizinə tökülən 2 çay. Şimal dənizinə tökülən 2 çay, biri Embanı saya bilərik, Reyri saya bilərik. Reynlə Elba çaylarıdır. Bəs Biskay körfəzinə tökülən çaylar hansılardır? Biskay körpəzinə Luar, Sena. Sena çayı Biskay körfəzinə tökülmür. Lamanş boğazına tökülür. Fransa paytaxtı Paris şəhərinə. Haronla demək Luara. Luaradır. Müəllimə, İtaska gölündən başlayan çay hansıdır? İtasko gölündən Mississippi çayıdır. Mississippi çayı hara tökülür? Meksika körfəzinə. Mənsəbi deltadır, estuaridir. Deltadır. Qolları hansılardır? Demək, sol qolu Ohio'dur, sağ qolu da Missouri-lə Arkansasdır. Ohio qolu hardan başlayır? Ohio Appalachian səhv eləmirəmsə. Appalachian başlayır, bəli. Mənsəb formasını qeyd etdiniz, delta estuaridir. Erosiya bahsi dünya okean səviyyəsinə yuxarıda, aşağıda yoxsa dünya okean səviyyəsi? Yox, dünya okean səviyyəsi. Yaxşı müəllim. Şimali Amerikada şimal istiqamətdə axan çay hansıdır? Mackenzie çayı. Mackenzie çayı hansı göldən başlayır, hansı dənizdə tökülür? Mackenzie çayı Böyük Kölə gölündən başlayır, şimal hissəsində yerləşən Beaufort dənizinə tökülür səhv eləmirəmsə. Müəllimə, bir işıqlama quşağında yerləşir, iki işıqlama quşağında yerləşir. Mackenzie çayı. Orada qutb dairəsi kəsir. Qütb dairəsi kəsir. Bəs qərb istiqamətdə axan Kanada'nın ərazisindən başlayıb ABŞ-ın ərazisindən Sakit okeana tökülən çay hansıdır? Colorado çayıdır. Bəs Kanada'nın ərazisindən axıb qərb istiqamətdə ABŞ-ın ərazisində Colorado'da demək olmaz. Söhbət Yukon çayından gedir. Tam qərb istiqamətdə deyirəmsə, o Kolumbiya desəydi tarixdə ürəyəfsan olardı. Kolumbiya desəydi ürəyəfsan olardı. Söhbət Yukon çayını demək istəyirdim mən sizə. Yukon çayı hansı dənizə tökülür? Yukon çayı şimal Sakit okeana tökülür də müəllim. Dəniz olaraq Bering dənizinə tökülür. Bering dənizinə. Yaxşı müəllim, Yukon çayı bir işıqlanmadır, bir işıqlanmadır. Suala cavab Bir verin. işıqlanmadadır. Bir işıqlanma quşağında yerləşir. Yukon çayının qidalanmasına hansı mənbələr iştirak edir? Yukon çayının qidalanmasında buzlaq mənşəlilər daha çox Qar və yağış suları üstünlüyü təşkil edir. Ona görə yazda bol sulu olurlar. Hocam, yadda saxlayın. Müəllim, Mississippi çayı tranzit çayıdır, yoxsa yox? Mississippi çayı mən biləni yox, tranzit deyil. Mississippi çayı bir dənə ABŞ-ın ərazisindən axır. Yaxşı. Müəllim, Cənubi Amerikada hansı ölkə ki, həm ekvator xətti kəsir, həm də cənub tropiki kəsir? Braziliyadır. Braziliyanın ana dili nə dili sayılır? Braziliyanın ana dili Portugal dili deyil. Onda belə çıxır ki, Braziliya hansı dil ailəsinə aiddir? Braziliya demək cənubda Roman dil ailəsinə mənsub. Roman dil qrupuna, Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aiddir. Müəllim, Braziliyada neft yataqları var? Braziliyada neft yataqları var. Bəli. Müəllim, Braziliya hansı faydalı qazıntı ehtiyatına görə dünyanın ilk 10 ölkəsi sırasındadır? Boksitdə də var da müəllim onun. Dəmir fizli ehtiyatına görə daha çox. Müəllim, Braziliyanın hansı şəhərindən Perunun Lima şəhərinə Trans-Amazon magistralı çəkilibdir? Resifidən. Müəllim, Braziliya sizcə hansı təşkilatlara üzvdür? Braziliya Benelux idi, nə idi ona da? Benelux-da Belçika, Niderland, Lüksemburqdur. Söhbət BRICS təşkilatından gedir. Bir. Sonra? Mənim təşkilatlardan Aladi təşkilatına, Cənubi Amerika Assosiasiyası ölkələri, Cənubi Amerika ölkələri Assosiasiyası, Aladi. 2. Sonra, müəllim, Braziliya demoqrafik keçidin neçənci mərhələsi olacaq?
Braziliya demokratik keçidin 3-cü mərhələsində. Bəs Paragvay? Paragvay 2-ci mərhələdədir. Müəllim, Braziliya ilə Paragvayın sərhədində hansı su anbarı fəaliyyət göstərir? Bu su anbarı. Məhz Braziliya ilə Argentina sərhədində hansı şəlalənin adını qeyd edə bilərsiniz? Niagara şəlaləsində İqoasu. İquas şəlaləsi. Müəllim, Braziliya Cənubi Amerikanın bütün ölkələri ilə həmsərhəddir, yoxsa istisnalar var? Yox, müəllim, Çilini görmür. Aha, yadınızda saxlayın. Çili ilə, bir də hansı ölkə ilə? Kim deyək? Ekvadorla. Ekvadorla həmsərhəd deyil. Müəllim, sonra mənə deyin görək, Braziliyadan axan çaylar bir okean hövzəsi, yoxsa iki okean hövzəsi? Braziliyadan axan çaylar bir okean hövzəsi. Müəllim, Braziliya inkişaf etməkdə olan ölkələrin hansı qrupuna aiddir dediniz? Braziliya inkişaf etməkdə olan ölkələrin qeyri-miyə aiddir. G20 başqa şeydir, əsas ölkələr qrupu. Əsas elə o mənada deyirsiniz. Aydın. Əsas ölkələr Çili idi, Hindistan idi, Müəllim, bir də Braziliyada Braziliya. səfirliyimiz var, yoxsa həm səfirliyimiz, həm başkonsulluğumuz var? Braziliyada. Yalnız və yalnız səfirliyimiz mövcuddur. Aha. Yaxşı, təşəkkür edirəm. Təkrar Nərmin xanımla davam edirik. Nərmin xanım, Buyurun müəllim. mənə deyin görək, Atlantik okeanla Şimal Buzlu okeanı birləşdirən boğazlar hansılardır? Atlantik və Şimal Buzlu okeanını birləşdirən. Bizə dəqiqə deyəcəm. Danimarka boğazı. 1, Sonra orada Davis boğazı var. 2, Başqa biri nə var? Atlantik və Şimal Buzlu okeanı birləşdirən. Hudson boğazı. Hudson. Müəllim, Hudson çayı hansı okean hövzəsinə aiddir? Şimal Buzlu okeanı. Yadınızda saxlayın. Hudson çayı Atlantik okean hövzəsinə aiddir. Çaşdırıcı məqamdır. Hudson çayı Atlantik okean hövzəsinə aiddir. Yaxşı. Hudson körfəzinə tökülmürdü. Xeyr, Hudson körfəzinə tökülmür hocam. Xəritəyə diqqət eləsiniz, bir dənə görəcəksiniz. Müəllim, mənə deyin görək, Kanar adaları hansı ölkəyə aiddir? İspaniya. İspaniya. Müəllim, Kanar adalarında Aralıq dəniz iqlim tipi var. Yoxdur. Kanar adaları hansı iqlim tipinə düşür? Tropiki səhv eləmirsə səhra tipi idi. Kanar adalarıyla Galapagos adalarının oxşar xüsusiyyəti nədir? İkisi də eyni iqlim tipindədir. Ay sağ ol. İqlim xüsusiyyətlərinə görə eyni iqlim tipindədir. İkisi də tropikin səhra tipindədir. Səhra tipi. Müəllim, mənə deyin görək, Piriney yarımadasında yerləşən İspaniya ilə Madrid şəhəri ilə Avstraliyanın cənub-qərb hissəsində yerləşən Perth şəhərinin oxşar xüsusiyyətləri nədir? Aralıq dəniz iqlim tipi coda yarpaqlı meşə və kolluqlarda yerləşir. Aha, Perth şəhərində başqa hansı təbii zonaya rast gələ bilərik? Savannaya. Qismən də olsa savannaya. Avstraliyanın uzqar cənubi nöqtəsi hansı iqlim qurşağında yerləşir? Bərabər rütubətli. Subtropikin Subtropik. bərabər rütubətli tipində. Bəs hansı təbii zonada? O şey idi, coda yarpaqlı meşə və kolluqları idi. Bəs hansı torpaq tipində? Bir dəqiqə deyəcəm. Coda yarpaqlı meşə və kolluqlar, qəhvəyi torpaqlar olur. Yox, vardı da qəhvəyi torpaqlar. Aydın oldu. Daha sonra, müəllimə mənə deyin görək, Qafqaz dağlarından başlayıb Azov dənizinə tökülən çay hansıdır? Kuban idi. Kuban çayıdır. Müəllim, bu iki çay Tibetin şərqindən başlayır, Sayt okeana tökülürlər. Yansızı Xuanxe. Xuanxe və Yansız çayı. Xuanxe çayı konkret ora tökülür, Yansız çayı konkret ora tökülür. Xuanxe çayı Sarı dənizə tökülür, Yansızı çayı aşağıdakı Şərqi Çin dənizə tökülür. Cənubi Çin olar. Şərqi Çin, düzdür, Şərqi Çin dənizinə tökülür. Əlcəzairdir, Liviyadır, Misirdir. Bunlar Aralıq dəniz iqlim tipində yerləşirlər də, düzdür. Bunlarda heyvandarlığın hansı növü daha çox inkişaf edibdir? Dəvətçilik daha geniş. Bir də Əmtəlik istehlak olaraq mı deyirsiniz? qoyunçuluq. Hansı istiqamətli qoyunçuluq? Yumluq. Cənubi Şərqi Asiyada, Hind-Çin yarımadasından hansı ölkənin dünya okeanına birbaşa çıxışı yoxdur? Laos. Cənub Şərqi Asiyada hansı ölkə Çin sivilizasiyasına aiddir? Vyetnam. Cənub Şərqi Asiyada Kalimantan adasında bir ölkə ilə həmsərhəd olan ölkə. Brunei.
Tamamilə doğru. Malatya ilə gedir. Okeaniyada fosforit yataqları ilə zəngin olan ada dövləti. Nauru. Nauru. Nauru idi. deyir. Yaponiyanın 4 böyük adası nə mənşəlidir? Hmm. Toqquşmadan yaranıblar. Materik Orada mənşəlidir. Mat- 4 böyük materikdir, 4000-dən çox kiçik ada nədir? Vulkanikdir. Yaxşı. Rusiyanın Yapon dənizində olan limanı Vladivostok. və yaxud da ki Nakotka. Vladivostok, Nakotka. Bəs Rusiyanın Qara dənizdə olan limanı? Novorossiysk. Novorossiysk limanına bizdən gəmi gedir də. Novorossiysk Dəmir gəmi yol gedir. çəkilib də Bakı Novorossiysk. Düzdür? Kəmər gedir. Boru kəməri. Boru kəməri. Bakı Novorossiysk dəmir yol xətti də var. Bakı Novorossiysk boru kəməri də var da. Yaxşı. Kəmər Mənim yolu. də görüm Albaniya, İtaliya, Yunanistandan keçən kəmər. Ta. Bəs Türkiyə ərazisində? Bakı, Tbilisi, Ceyhan. Türkiyə ərazisində Tanap. Tanap. Yaxşı, mənim də görüm, Rusiyanın bu əyaləti Polşa ilə Litvanın sərhədində, bir də Belarusiyanın Kaliningrad. sərhədində yerləşir. Eşitmədim. Kaliningrad. Kaliningrad. Şimali Avropa ölkələrindən geosinkronda yerləşən ölkə hansıdır? İslandiya. İslandiyada olan milli park. Tingveldir. İspaniyada olan vulkanlar. İspanyada vulkan yox. İslandiyada. İslandiyada Hekla, Bardambunga, Bəs Eyjafjallajökull, geyzerlər? Katla, Strokkur. Strokkur geyzeri hansı hissədə yerləşir təxminən? Desə aşağı tərəfdə idi o, adanın aşağı. Reykjavik'in tam şərqində. Yaxşı. Aha, İslandiya neçə işıqlanma quşağında yerləşir? 1. İslandiya hansı işıqlanma quşağında yerləşir? Mülayim. Hansı iqlim quşağında yerləşir? Subarktik. Tropik iqlim quşağında hansı iqlim, tropik işıqlanma quşağında hansı iqlim quşaqlarına rast gələ bilərik? Subekvatorial, ekvatorial, tropikin özünü. Bəs mülayim işıqlanma quşağında? Subtropik, mülayim, subarktik. Bəs niyə tropik demirsən? Tropik də var. Mülayim da. işıqlama quşağında. Tropik də var da. Aşağı Afrikada var da. Yaxşı. Mənim də görüm Hindistanla Pakistanın bölə bilmədiyi hissə. Kəşmir. Azad Kəşmir. Yaxşı. Sonra. Aral gölü hansı iki ölkənin sərhədində yerləşir? Özbəkistan, Qazaxıstan. Özbəkistan, Qazaxıstan. Bəs Balxaş gölü? Qazaxıstan özündədir. Qazaxıstanın özündədir. Məşhur İtaliyada moda sərgisi Venesiya, Milano. Milan. Hansı? Qarda gölü. Qarda gölüdür. Fransa, İsveçrə sərhəddində. Rusiya, İsveçrə. Fransa, İsveçrə sərhəddi. Baharın 17-də. Cenevra gölü. Şimali Avropa ölkələrindən hansında Otaniemi texnoparkı var? Finlandiyada. Şimali Avropa ölkələrindən hansıların Şimal Buzlu Okeana çıxışı var? Şimal Buzlu Okeana çıxışı olan orada Norveçdir. Tamamilə doğrudur. Norveçlə Rusiyanın sərhəddi var? Var biraz. Tamamilə doğrudur. Obçay hansı iki çayın birləşməsindən başlayır? Biyakatun. Təşəkkür edirəm. Altay Lamiyə bölgəsi. müəllimə ilə davam edirik. Lamiyə müəllimə, Bəli. Şimali Amerikada böyük göllər sisteminə hansı göllər daxildir? Yuxarı Michigan, Huron, Ontario. Yaxşı, bu göllərdən hansı yalnız ABŞ-ın ərazisində yerləşir? Bunlardan ancaq ABŞ-ın ərazisində yerləşənlər Michigandır. Qalanı həm ABŞ, həm Kanada sərhəddindədir, okey? Yaxşı müəllim, sahəsinə görə ən böyük hansıdır bu göllərdən? Sahəsinə görə yuxarıdır. Yuxarı gölüdür. Yalnız Kanadanın ərazisində yerləşən göllər hansılardır? Yalnız Kanadanın ərazisində yerləşənlər Böyük Ayı gölüdür, Böyük Kölə gölüdür, Atabaska gölüdür. Bunlar Kanadanın Bir də ərazisində Winnipeg yerləşir. gölüdür. Müəllim, Hudson körfəzinin cənubunda hansı körfəz yerləşir? Hudson körfəzinin cənubunda keçən dəfə demişdim, mən bir dəqiqə. Nərmin kömək elə. Necə müəllim işitmədi? Hudson körfəzinin cənubunda hansı körfəz yerləşir? Biri də James körfəzi. James. Müəllim, Alyaska yarımadası hansı iqlim quşağında yerləşir? 3 dənəsinin yarımada olaraqdan
Alyaska Yarımadası. yarımadası olaraqdan mülayim iqlim qurşağındadır. Amma Alyaska olaraqdan 3 dənədəsində. Mülayimdə, subarktikdə, arktikdə. Alyaska yarımadası Ha. mülayimin dənizində yerləşir. Yaxşı. Yəni Müəllim, Kaliforniya yarımadası hansı ölkəyə məxsusdur? Kaliforniya yarımadası Meksikaya. Tamamilə doğrudur. Yaxşı müəllim, Maracaibo gölü hansı ölkənin ərazisində yerləşir? Demək, Maracaibo gölü Venezuela'nın Yox. Kolumbiya Venezuela. ərazisindədir. Müəllim, Magdalena çayının axdığı ölkənin hansı okeana çıxışı var? 2 dəqiqə Magdalena çayı hardaydı yadıma salım. Magdalena çayının axdığı ölkənin söhbət hansı ölkədən gedir? Kömək eləyin yoldaşlar. Kolumbiyadan. Kolumbiya. Kolumbiya. Kolumbiyadan Bəli, axan bəli. çaylar həm Sakit okeana, həm Atlantik okeana. Həm də Atlantika kövziyadı idi. Müəllim, Böyük Antil adalarına hansı adalar aiddir? Kuba, Haiti, Yamayka, Porto Rico. Yaxşı müəllim, mənə deyin görək, Mərkəzi Amerika ölkələrindən, West-End ölkələri demirəm ha. Mərkəzi Amerika ölkələrindən hansı ölkələrdə, hansı iki ölkədə yalnız kiçik kabotajda? Hansında ikində yalnız kiçik kapotaj olacaq. Biri Gvatemala olmalıdır. Deyil. Biri də San Salvador'da. Biri Belizli, biri San Salvador'da. Beliz Atlantik okeana yalnız çıxır, San Salvador'da Sakit okeana çıxır. Yaxşı. Müəllimə, mənə deyin görək, Sokotra adası hansı ölkəyə məxsusdur? Yəmənə mənsubdur. Yəmənə məxsusdur. Yaxşı, mənə deyin görək, Niger çayının mənsəbi hansı ölkədir? Niger çayının mənsəbi Nigeriya. Tamamilə doğrudur. Afrikada hansı iki çay iki işıqlama quşağında yerləşir? Bunun biri Limpopo'dur, bir də Misirdir. Nildir. Bəli, biri Limpopo'dur, cənub tropiki kəsir, biri də Nildir, şimal tropiki kəsir. Müəllim, Şimali Avropa ölkələrindən hansılar konstitusiyalı monarxiya ölkələrdir? Konstitusiyalı monarxiya dedikdə Norveç, İsveç, bir də Danimarka üçü. Şimali Danimarka, Avropa. Norveç, İsveç, Daxili İşlər Nazirliyi, DİN. Orta Avropadan 5 dənə konstitusiyalı monarxiya ölkəsi hansıdır? Bunun biri Britaniyadır, Belçikadır, sonra Liechtensteindir, Lüksemburgdur, bir də Niderland. Niderland, hə, Niderland. Belçika, Niderland, Lüksemburg, Britaniya, Liechtenstein. Cənubi Avropa ölkələrindən konstitusiyalı monarxiya ölkələri hansılardır? Cənubi Avropadan bu İtaliya, İspaniya idi. Bir də İspaniyanın yox. Nərmin kömək elə. İspaniya deməməli Vatikan. Nərmin kömək elə. Andorra, Monaco, Hə. parollar Bir də variantıdır. Hocam İspaniya. A-M-I, AMI. Andorra, Monaco, İspaniya. Cənubi-Qərbi Asiyanın iki bağlayıcısı. Küveyt, Yordaniya. Cənubi Asiyadan yeganə konstitusiyalı monarxiya. Cənubi Asiyadan bir dənə Butan idi də. Şərqi Asiyadan bir dənə konstitusiyalı monarxiya. Şərqdən Yaponiya. Yaxşı, mənə deyin görək, Cənub-Şərqi Asiyadan 3 dənə TMK. MTK, Malayziya, Tayland, Kamboca. Afrikanın salamı hansı idi? Afrikanın salamı biri Mərakeş olmalıydı. Mənim salam deyirəm. Svaziland, Lesotho, Svaziland, Lesotho, bir də salam. Mərakeşdə, düzdür. Mərakeş. Yaxşı müəllim, mənə deyin görək, böyük yeddiliyə aid olan 7 ölkə hansıdır? Demək, ABŞ, Kanada, Böyük Britaniyadır, Fransadır, Almaniyadır, İtaliyadır, bir də Yaponiyadır. Yaxşı, hansı iki ölkə unitar monarxiya? Bunların içərisində Böyük Britaniyadır biri, unitar monarxiya, bir də Yaponiyadır. Tamamilə doğrudur. Hansılar federativ respublikalar? Kanadadır, ABŞ-dır, Almaniyadır. Bunlar Kanada, Almaniya, İtaliya, Yaponiya, böyük. Hansılar unitar respublikadır? Unitarı sayanda Fransadır, Britaniyadır. İtaliyadır. Yox, o unitar monarxiyaları bir dedik də, Fransa ilə İtaliya. Aydın oldu hocam. Nərmin xanım, davam eləyək Nərmindən 2 dənə də sual Nərminə verim. Nərmin xanım, mənə deyin görək, mütləq monarxiya ölkələri hansılardır 5 dənə? Avropada Yox, deməli
Mütləq mütləq monarxiya. monarxiya. Aha. Deməli, Bruney, Qətər, Bəhreyn, bir dənə Oman 4 dənə, biri də var idi. 3 dənə bu, o. Birləşmiş Ərəb Hı. Əmirliyi, Bruney, Bəhreyn, Qətər, Oman. Aha. 4 dənə federativ monarxiya, o çıxıb çıxmayıb, onların bizə dəxli yoxdur. İkisi Avropa, Aha, ikisi Asiya. İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Malaziya. Ay, sağ ol. Teokratik monarxiya ölkələri hansılardır? Səudiyyə Ərəbistan, Vatikan. Tamamilə doğrudur. Sonra nə qaldı burdan? Naxçıvanda olan iqlim tiplərini əhdə-əhdən zirvəyə doğru say. Deməli, qışı soyuq keçən mülayim isti iqlim, yayı quraq keçən soyuq iqlim, dağ tundra. Bir də say. Mülayim nə idi? Mülayim dedim. Qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi, yayı quraq keçən soyuq iqlim, dağ tundra iqlimi. Yaxşı. Mənə deyir görüm, Naxçıvan nələrə görə birincidir? 1. Çərdəkli meyvəçilik, sonra İqlimə get, atmosfer baxımından. radiasiyaya görə birincidir. Ən yüksək maksimum temperatura və ən aşağı minimum temperatura görə birincidir. Günəş Sonra saatlarının ilgili miqdarına görə. günəşin saatları miqdarına görə. Bu qədər yoldaşlar. Təşəkkür edirəm.